Bismillahirrahmanirrahim. Hürmetli ve değerli dinleyiciler, dünyanın her harasında bizi eşidirsiniz, sizleri salamlayıram. Günün hədisi bir maraqlı mövzuya işarə etmək istəyirəm, ətraflı izah edəm inşallah. Birisi budur ki, bizim ölənlərimiz, onlar ki, həyatların dəyişiblər və bərzəx aləminə varıblar, onların əlaqələri bizimlə ola bilərmi, yoxsa yox? İkinci, dirilər, ölülər ilə onlar ki, həyatların dəyişiblər, bərzəx aləmindədirlər, onlarla nətər əlaqəyə girə bilərik, onlara nə hədiyyələr göndərə bilərik, hədislər, Əhl-i Beyt hədislərinin üzərindən ətraflı izah etmək istəyirəm. Öncə birinci məsələyə işarə edim. Əhl-i Beytdən bunu sual etdilər, sual verdilər ki, ölənlərimiz dirilərin ziyarətinə gələrlərmi, yoxsa yox? 3 dənə meyar və milak buyurdular Əhl-i Beyt əleyhissalam ki, ölənlər nə səviyyədə azadçılıqları vardı və nə səthidə və nə səviyyədə azad deyirlər, sərbəst buraxmazlar bərzəx aləmində onları. Buyurdu, hər insan öz əməl süfrəsinin misafiri və qonağıdır. Nə əkibsən, aynısını biçərsən, artıq bir şey olmaz, başqa bir şey olmaz. Mən hədisi oxuyum, nə gözəl hədisdir. İnnel mu'min le yezuru ehlehu feyera ma yuhibbu ve yusteru anhu ma yekreh. Mümin insan gələr ailəsinin ziyarətinə, öləndən sonra, bərzəx aləminə varandan sonra, mümin insan ailəsinin ziyarətinə gəlir, o şeylər ki, şad elər biləsin, mutlu elər, onları mələklər göstərirlər və o şeylər ki, kədərləndirər, rahatsız eylər, onları örtürlər, mümin insan görməsin onları. Amma mümin olmayan insanlar tam əksinədir. Onlara şad olan bir hadisələri, səhnələri, onları örtərlər və kədərləndirən, rahatsız edən səhnələri bunlara göstərərlər. Buyurdu ki, minhum mən yezuru kullə cümə və minhum mən yezuru əla qədrə əməlihi. İnsanların azadçılıqları, sərbəst buraxmaları mələklərin vasitəsilə bərzəx aləmində nə qaidədədir, nə əsasınandır. Buyurdu, əla qədrə əməlihi, hər kimsənin salih əməli, xalis əməli, nə səviyyədə olsa aynı səviyyədə azadçılığı olar. Bəzi insanlar həftədə bir dəfə gələrlər ailənin görüşüğünə, ziyarətinə. Bəzi insanlar həftədə mümkündür 2 dəfə, bəzi insanlar ayda bir dəfə, bəzi insanlar yılda bir dəfə. Bəlkə heç o bir dəfədə buraxmayalar. Əla qədrə əməlihi, xalis və salih əməlin nə səviyyədə olsa, aynı səviyyədə səni azadçılıq verərlər, buraxarlar. Bu bir, əla qədrə əməlihi, əməlin səviyyəsində. İkinci rivayətdə sual elədilər ki, fi kəm yəzur, ölənlərimiz nə səviyyədə ailələrinin ziyarətinə gələ bilərlər? İmam Musa ibn Cəfər əleyhissalam bir qaidə buyurdu. Əla qədri mənzilətihi, bu ölən insanın mənziləti, dəyəri Allah yanında nə səviyyədədir? Aynı səviyyədə buraxarlar, azadçılığı var. Biz hardan bilək, Allah huzurunda, Allah məhzərində bizim dəyərimiz varmı, yoxmu? Buna bir gözəl, maraqlı qaidə buyurdu imamlarımız. Buyurdu, istəyirsiniz biləz mənzilətiz bizim yanımızda nə miqdardır? İstəyirsiniz biləz dəyəriz bizim yanımızda nə miqdardır? Görün, bizim dəyərimiz sizin yanınızda nə miqdardır? İşlərinizdə İmam-ı Məhdi, əsrin imamını nə miqdar yad edirsiniz? Nə miqdar ona hərim saxlayırsınız, diqqətli olursunuz, aynı səviyyədə biz də İmam-ı Məhdinin huzurunda dəyərimiz vardır. Bəs ikinci hədisdə buyurdu ki, əla qədri mənziləti, hər insan dəyərinin miqdarı və səviyyəsi
mənzilətinin miqdarı və səviyyəsi azad buraxarlar. Üçüncü hədisdə buyurdu, əla qədri fədailihim, hər insanın fəzilətləri, üstünlükləri nə səviyyədə olsa, fəzilətlərin səviyyəsində buraxarlar. Fəzilət nə şeylərdir? Dəyərli bacılarım, hürmətli qardaşlarım, fəzilətləri Əmir-əl-Müminin əleyhissalam Muttəqin xutbəsində 193-cü xutbə Nəhcül Bəlağədə təqva əhlini bizə vəsf eləyəndə, izah edəndə 100 tanədən üstün və fazla xüsusiyyətlər sahibdir. Buyurdu ki, təqva əhli fəzilətlərin əhlidirlər. Fəl-muttəqun fihahum əhlul fədail. Təqva əhlinin geyişiği nətər olar, danışığı nətər olar, yol yeriməsi təvazı olan olar. Qulaqları faydə verən elmə vəqf eləyiblər. O xutbəyə müraciət etsək, billik bizim fəzilətlərimiz, üstünlüklərimiz varmı, yoxmu, nə səviyyədədir bilərik. Bir maraqlı rivayətə işarə edeyim, tamamlayayım sözümü. İmam-ı Sadıq əleyhissalam buyurur ki, Cuma günləri və Qurban bayramı, bir də mübarək Ramazan ayının bayramında Əmərallah Rıdvan xazinəl cənnə, cənnətin qorucusu ismi Rizvandır. Allah ona əmr eləyər, ən yunadi fi ərvahil müminin, cənnətdə olan müminlərin ruhuna əmr elər, Qəd əzənə ləkumul cümə bizziyarə ilə əhalikum və əhibbaikum min əhlid dünya. Bunlara izin verərlər ki, siz gedə bilərsiniz, ailəzin, dostlarınızın ziyarətinə gedə bilərsiniz. Qurban bayramında, fitir bayramında, cuma günlərində. Bu da bir maraqlı rivayətdir ki, mən qısa şəkildə buna işarə elədim ki, o gün Allah pay verir hər bir insana. Sözümüzün qıssası şəkli bu oldu. Hər insan bərzəx aləmində, qəbr aləmində əməlinin səviyyəsi, mənzilət və dəyərinin səviyyəsi, fəzilətlər və üstünlüklər səviyyəsində azadçılıq var. Dostlarının və ailəsinin ziyarətinə gələ bilər, onları şad eləyən şeyləri görə bilər. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.